edirlər, öz sözlərini bilirlər. Ancaq qeyri-millətlərin arasında yaşayanlar istəyir, görüşə olsun, dostçalı olsun. Biz qeyri-millətlərin arasında yaşadığımız üçün çox təhlükələrə məruz qalmışız. Buna görə vətən mövzusu bizim üçün ən yaralı yerdir. Onu yenə deyirəm, Azərbaycanda yaşayanlar o yaranın ikisindən bizim için. Şimdi bak, təxminən 30 ilə yaxındır, yəni Borçalıdan da dünlər gidişəm. Romsa bölgədə. 98-ci ildən orada da böyük göç Azərbaycan'a. Və oradakı Ucqar kəndlər, dağ kəndləri Qarabazara çevrildi. Oradan silah gücünü, ermənin üsulunla oradan tabii qolunu oldu. O yara hələ də bizim rəngimizin sızlıqıyla yaşayır. Bu pandemiyadan sonra yolların, bu sərhədlərin bağlanması bizim için böyük bir maliyyə. Buna göre ki, düzdür, təyyarı özlükü gəlməyə boşarıya hər adamın tezliklərini. Buna göre ki, biz ayrılmak bir bədənik. Bir kolumuz orada, bir kolumuz burada. Orada da xeyir işlərimiz var, şər işlərimiz var, gedəmiz. Burada olanlara da oradan buraya gələdir. Yəni, bu həsrət getdikcə artır, elə ümid bərsi edir ki, bugün açılacaq səhərəsə var, səhərət açılmır ki, açılmır. Kesimə düşür. Ona görə mən belə bir şey demək istəyirəm. Mən solmuşam bir gül kimi, saralmışam sümbül kimi, nalə çəkən bülbül kimi ötməyə vətənməzdir. Dözənmirəm bu əzaba, bulaşıram oba, ümid bəsləyib sabaha getməyə vətənməzdir. Barışımla hər bağını oxşayıram, yarpağını qucaqlayıb yarpağını vətənməzdir. Sədiyəm mən, gülə bilməm, bal olmuşam, dinə bilməm, mən vətənsiz ölə bilməm, ölməyə vətənməzdir. Köylere koy şeyleştir. İndi sözü verirəm aşıqlarımıza, bununla da mövzusumuza mümkün.